Erməni lobbisinin əlində az qalsın oyuncağa çevrilən Avropa Parlamentinin bəzi parlamentariləri birləşərək Azərbaycana qarşı qətnamə qəbul ediblər. İllərlə Azərbaycanın haqlı mövqeyini susqunluq nümayiş etdirənlər indi bizə qarşı qərəzli qərarlar qəbul edir. Belə qurumun rüşvət qalmaqalı ilə üzləşməsi onun nə dərəcədə şəffaf və ədalətli olmadığının sübutudur. Daim müxtəlif lobbi qruplarının maraqlarına xidmət edən Avropa Parlamenti yenə Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Son illər korrupsiya qalmaqalları ilə, parlament üzvlərinin rüşvət ittihamları ilə üzləşən qurum ölkəmizin 44 günlük haqq müharibəsindən sonra da Azərbaycan əleyhinə fəallığını artırıb. 30 ilə yaxın Azərbaycan torpaqları işğalda oldu. 30 ilə yaxın terrora məruz qaldıq. Avropa Parlamentinin o deputatların heç birinin səsi çıxmadı. İnsan haqlarından, demokratiyadan barbar bağıran bu psevdo-demokratlar təbii ki, hal-hazırki vəziyyətdə yalnız Cənubi Qafqazda sülh gündəliyinin pozmaqla məşğuldurlar. Avropa Parlamentinin mahiyyəti ilə bağlı konkret fikri Prezident İlham Əliyev hələ 2015-ci ildə səsləndirib. Dövlət başçısı Azərbaycanın milli maraqlar üzərində formalaşan siyasətinə heç bir kənar qüvvənin təsir göstərə bilməyəcəyini xüsusi vurğulamışdı. Avropanın müvafiq hüquq mühafizə orqanları bəzi Avropa Parlamentinin üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar pis olmaz. Avropa məkanında, xüsusilə Avropa Parlamentində anti-Azərbaycan qruplaşması yaranıbdır və bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın və Azərbaycanın imicini ləkələsin. Bizim üçün, mənim üçün bir prezident kimi bu Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə kağız parçasından artıq deyil. Mən buna əhəmiyyət vermirəm. Rüstəm Mikayılzadə, Anar Ağazadə, Səbinə Şükürova, İTV Xəbər.